Salam əziz izləyicilər. Deməli, bu gün şagirdlərin ən çox əziyyət çəkdiyi bir mövzuya toxunacağıq. Bunlar nələrdir? Deməli, sözün tərkibinə görə təhlil edən zaman laş üstü 2 və lan üstü 2 şəkilçiləri sözün daxilində biz parçalayaraq götürək, yoxsa bütöv şəkildə təhlil edək? Bunu şagirdlər qarışdırır və əziyyət çəkir. Biz bu gün buna aydınlıq gətirəcəyik. Deməli, birinci başlayaq. Lan üstü 2 şəkilçisi nə vaxt parçalanır, nə vaxt bütöv şəkildə təhlil olunur, ona baxaq. Məsələn, yazıram. Səsləndi. Səsləndi. Gəlin bunu tərkibinə görə təhlil edək. Səs sözün köküdür. Səsləmək deyə bilirəm də. Səsləmək deyə bildiyim üçün L ayrılıqda leksik şəkilçi, səslənmək N ayrılıqda leksik şəkilçi, də burada qrammatik olur. Görürsünüz, mən səsləmək deyə bildiyim üçün L-ni ayrılıqda, N-ni ayrılıqda leksik şəkilçini götürdüm. Yəni, demək istəyirəm ki, parçaladım mən bu şəkilçini. Ona nümunə olaraq bir də yazım. Yollandı sözünü. Burada da yol sözün köküdür. Yenə də yollamaq deyə bilirəm. La leksik şəkilçi, N leksik şəkilçi, D qrammatik. Yenə də yollamaq deyə bildiyim üçün lanı mən burada, lan şəkilçisini mən burada parçaladım. Amma yazan bura indi mən qanadlandı. Qanadlandı. Qanadlandı sözündə isə qanad sözün köküdür. Qanadlamaq deyə bilmirəm də. Ona görə qanadlandı belə təhlil olunacaq. Deməli, mən burada lanı parçalamadım. Məsələn, digər nümunə gətirək. Həvəsləndi yazım. Həvəsləndi. Həvəsləndi yazım. Yenə də həvəs sözün kökü. Həvəsləmək deyə bilmirik. Həvəslənir. Həvəsləndi. Belə təhlil olunur. Laşa da nümunə çəkək. Məsələn, yazıram. Salamlaşdı. Salam sözün köküdür. Salamlamaq deyə bildiyimiz üçün salamla ayrılıqda, salamlaşdı. Görürsünüz, salamlanı ayrılıqda təhlil etdiyim üçün la ayrılıqda, şa ayrılıqda təhlil olunur. Amma yazıram. Vidalaşdı. Vidalaşdı sözündə vida sözün kökü, vidalamaq deyə bilmirik. Vidalaşdı. Belə təhlil olunur. Burada da görürsünüz ki, laşı parçalamadıq. Yəni, ümumilikdə belə deyə bilərik ki, biz lan, laşı parçalaya bilən zaman lanı ayrılıqda şəkilçi kimi sözün tərkibində işlədə bilirik. İşlədə bilmiriksə, lan, laş bütöv şəkildə təhlil olunur.